Vaxtınız xeyir olsun dəyərli izləyicilər. Yeni təmirdən çıxmış 4 otaqlı mənzil təqdim edəcəm. Mənzilin ümumi sahəsi 145 kvadratdır. 2 hamam otağı və 2 eyvandan ibarətdir və gördüyünüz kimi tam əşyalıdır. Əşyalar hamısı brenddir. Təmirin elə özü də brenddir. Möhtəşəm təmir olunub. Bura qonaq otağıdır. Geniş, rahat kvadrat formasında qonaq otağıdır. Əşyaların hamısı qeyd edilən qiymətə daxildir. Sənəd də kupçadır, ipotekaya yararlıdır. Keçək sizə digər otaqları göstərdim. Mənzildə ümumilikdə 2 sanitar qovşağı və əlavə olaraq çamaşır otağı, qardirob otaqları var. Koridorda olan hamam otağını sizə göstərdim. Hər iki hamam otağıdır, koridordur və mətbəx istipoldur. Stili sistemi də kombidir. Bura isə addelni çamaşır otağıdır, paltar yuyan da quraşdırılıb. Elektronikalar hamısı brenddir. Bu hissədə gördüyünüz kimi bax belə bağlı şüşələrlə qardirob sahəsidir giriş hissədə. Buradan da daxil oluruq, şkaflar hamısı yığılıb. Kamera sistemi var, əsas giriş qapısıdır, çox keyfiyyətli qapı qoyulub. Burada da güzgü, oturmağı yeri də var. Və gəlin keçək mətbəxi göstərdim. Mənzilin proyekti çox idealdır. Mətbəx genişdir, qarşısında eyvanı var, soyuducudur, qaz peçidir, tufovkadır və burada da paltaryan, qabyan da quraşdırılıb. Qabyan da bu hissəyə quraşdırıblar, mətbəx də istipoldur. Kondisioner də dediyim kimi bütün otaqlarda var. Bu koridor boyuyla da gəlirik, 3 dənə yataq otağıdır. Burada da yenə qardirob yığılıb, bütün otaqların qarşısına düşür və burada valideyn yataq otağıdır. Yataq otaqları da hamısı əşyalıdır, yer bambuk parketdir və bu otağın daxilində hamam otağı da var. Televizor bütün otaqlarda quraşdırılıb, 2 əlavə uşaq otağıdır, biri oğlan uşağı üçün, biri də qız uşağı üçün nəzərdə tutulub, rəng-fərqləri var. Allah bütün övladları saxlasın. Gəlin otaqları da göstərdim. Bura birinci oğlan uşağı üçün nəzərdə tutulub. Qarşısında eyvanı var. Dərs masasıdır, qardirobudur və televizoruna kimi quraşdırılıb. Və sonuncu qız uşaqları üçün nəzərdə tutulmuş bir otaq. Allah bütün övladları saxlasın. Kim bu evi alsa Allah xeyrin versin. Mənzilin qiyməti qeyd olunub. Haçar bizdədir. Bir saat əvvəl əlaqə saxlayın. Sağ olun, var olun.